Bilirsiniz, burada bir məsələni də dəqiqləşdirək də. Buyurun. Çinlə Amerika Birləşmiş Ştatları bir-birinə həddindən artıq bağlı, iqtisadiyyatları bir-birinə həddindən artıq çox inteqrasiya olmuş ölkələr. Aralarında olan fikir müxtəlifliyi, fikir ayrılığı, müxtəlif məsələlərdə rəqabətə baxmayaraq, bir-birindən çox asılıdırlar da. Yəni, qarşılıqlı ticarət dövriyyələri haradasa 700 milyard dollardırsa, 650-680 milyard dollara çatırsa, bunların deməli bir-birindən asılılığı həddindən artıq yüksəkdir. Amerikanın tələbi və gözləntisi odur ki, Çin daha çox mal satır. Hər il təqribən 250 milyard dollarlıq müsbət saldo yaranır. Yəni Amerikadan daha az mal alır. Bu mənfi saldonu qapatmaq istəyir. Yəni dolların hegemonluğuna məsələn Çin Amerika qədər en azından maraqlıdır. Çünki nə qədər də qəribə səslənsə, Çin anlayır ki, dolların hegemonluğu olmasa öz iqtisadiyyatına ciddi zərbə dəyəcək. Çünki Çinin 3 trilyon dollarlıq yatırımları və yaxud da ehtiyatları məhz dollar cinsindədir. Bu bir. İkincisi, məhz dollara görə Çin yuanı özünü devalvasiyaya uğradır. Yəni biraz dəyərdən salır deyə ona cazibəliyi artır və daha çox ixrac potensialı yaranır. Yəni bu nöqteyi nəzərdən Çinlə Amerika Birləşmiş Ştatları strateji olaraq bir-birinə çox bağlıdır. Sadəcə indi hansı tərəfin texnoloji olaraq üstünlük qazanması əsas problemdir. Amerika Birləşmiş Ştatları bunu problem görür ki, Çin daha yüksək sürətlə texnoloji inqilab həyata keçirsə, ondan sonra bu texnoloji sahələrdə rəqabəti itirə bilər. Yəni bu nöqteyi nəzərdən də onların belə deyək də davası və yaxud da rəqabəti. Başqa sahələrdə onların bir ciddi rəqabəti və yaxud da bölüşdürə bilmədikləri, anlaşa bilmədikləri məsələlər çox azdır. Yəni bir-birinə ərazi iddiaları yoxdur, bir-biri ilə müharibə toqquşma ehtiyac yoxdur. Yəni nə Çin Amerikaya hücum eləyəsi deyil, nə Amerika Çinə hücum eləyəsi deyil. Bir Tayvan məsələsi var ki, elə o barədə bəli soruşacaqdım. Buyurun. Tayvan məsələsində də ritorik olaraq Tayvan Çinin ayrılmaz hissəsi olduğunu Amerika Birləşmiş Ştatları qəbul edir. Hətta Donald Trump bu səfərdən sonra müsahibəsində, Fox News-a müsahibəsində dedi ki, biz orada müharibə istəmirik, biz 9.000 mil aradan gəlib orada hansısa bir müharibədə iştirak etmək istəmirik və amma Tayvanın da status quosunun qorunmasında maraqlıyıq. Əslində Çin də maraqlıdır ki, silahsız, topsuz, tüfəngsiz necə deyərlər, Tayvan məsələsi həll olunsun. Niyə maraqlıdır? Axı biz elə bir sanki belə bir kənardan xəbər axınlarını izləyən insanlar elə bilirlər ki, Tayvanda ayrı bir xalq yaşayır, ayrı bir dövlət var. Elə deyil axı, Tayvan da elə həmin Çinlilərdən ibarətdir də. Yəni eyni millətdirlər. Olsa orada vətəndaş müharibəsi ola bilər və başqa bir müharibə olmaz, mümkün də deyil. Bir də Tayvanın üstünlüyü nə idi? Çin çox kasıb idi, 10 illiklərdir yerdə sürünürdü, necə deyərlər. Tayvan xarici investisiyalar hesabına, əsasən də Amerika investisiyalar hesabına çox inkişaf eləmişdir. Orta aylıq əmək haqqısı yüksək idi, maaşları yüksək idi, dolanışıq yaxşı idi, həyat səviyyəsi yüksək idi. İndi Çin gəlib Tayvana çatır. Bugün sabah artıq bərabərləşir. Yəni bu nöqteyi nəzərdən də o arada olan fərq, o cazibəlik, Tayvanın cazibədarlığı yavaş-yavaş aradan qaldır. Üçüncü bir səbəb isə ondan ibarətdir ki, Tayvanda ən böyük müxalifət partiyası bir xanım da onun rəhbəri, bu yaxınlarda Pekinə səfər edib, hətta cənab Si ilə də görüşmüşdü. O, Tayvanla Çinin birləşməsindən yanadır. Yəni, təsəvvür edin ki, sabah seçkilər olur, Tayvanda Çinə nisbətən demokratik bir quruluşdur. Seçkilər olur və həmin partiya qalib gəlirsə və sonradan birləşmə haqqında qərar verirsə, buna dünya neyəcək ki, nə problem yarana bilər ki? Qonqongla bağlı nə problem oldu ki, bu günə qədər? Qonqong da 99-cu ildə Çinin tərkib hissəsi sayılır, amma yenə də özəlliyi var da, öz muxtariyyəti var, özəl qanunlarla idarə olunur. Çindən fərqli olaraq Qonqongda siyasi partiyalar da var, seçkilər də var, mey seçkiləri də var. Yəni Tayvanda da eyni bir senarinin olması ehtimalı yüksəkdir. Amerikada anlayır ki, bu gün də olmasa 5 ildən sonra, 10 ildən sonra Çinin inkişaf səviyyəsi gəlib Tayvanla eyni səviyyəyə çatacaq, hətta bəlkə də keçəcək. O zaman Tayvanlıların da özlərinin artıq Çin qorxusu aradan qalxacaq. Əvvəl Tayvan insanı nədən qorxurdu? Qorxurdu ki, Çin onları işğal edə bilər və yaxud da öz ərazisinə qata bilər. Onlar da daha kasıb yaşaya bilərlər. İndi o iqtisadi fərq Çin ilə Tayvan arasında getdikcə sürətlə qapanır. Ona görə də mən bu məsələnin zamana yayılacağını və bir müddətdən sonra siyasi yollarla həll olunacağına çox böyük belə deyək də ehtimal verirəm.